Hörmətli cənab baş katib, hörmətli qonaqlar, xanımlar və cənablar, bir daha hörmətli cənab baş katib, sizi Azərbaycanda salamlayıram, ölkəmizə xoş gəlmişsiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bugün imzalanmış sənədlər arasında Vyetnam-Azərbaycan arasında imzalanmış və qəbul edilmiş strateji tərəfdaşlıq haqqında bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bu çox ciddi siyasi sənəddir. Bu əslində Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Və əminəm ki, bu artıq yüksək səviyyəli münasibətlər gələcək İkitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Bugün imzalanmış sənədlər arasında gördüyünüz kimi bir çox istiqamətlər üzrə sənədlər var və bugün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Komünist Partiyasının baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var və bugün bu istiqamətlər və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bugün bu əməkdaşlıq var, daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycan neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə edildi və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar. Hökumətlər arası komissiyanın tezliklə keçirilməsi bu və digər istiqamətlər üzrə mümkün olan əməkdaşlığı daha da sürətləndirəcək. Komissiya uzun illərdir ki, keçirilmir və əldə edilmiş razılaşma əsasında tezliklə komissiyanın keçirilməsi məsələsi öz həllini tapıbdır. Ticarət, iqtisadi istiqamət üzrə əfsuslar olsun ki, burada ticarət dövriyyəsinin dinamikası Azərbaycanın Vyetnama neft satışından asılıdır. Neft satışı yüksək səviyyədə olduğu halda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə ki, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı, bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq. Biz bugün eyni zamanda bərpa olunan enerji növlərinin istehsalı ilə bağlı fikir mübadiləsi apardıq. Mən hörmətli qonağımıza bildirdim ki, Azərbaycanın bu sahədə çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 megawatt gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdim. Eyni zamanda bizim hazır olduğumuzu bildirdim ki, Vyetnamda bərpa olunan enerji növlərinə Azərbaycan tərəfi sərmayə qoymağa hazırdır. Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə
sənayinin bu istiqaməti kifayət qədər inkişaf edib və burada da səhələrin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər. Bizim beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz də çox ürəkaçandır. Vyetnam Azərbaycanı BMT Təhlükəsizlik Şurasında bir neçə il bundan əvvəl çox ciddi dəstəkləmişdir və buna görə biz minnətdarıq. Eyni zamanda biz qoşulmama hərəkatı çərçivəsində birgə fəaliyyət göstəririk. Azərbaycan bu təsisatda 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır və bugün qoşulmama hərəkatının daha da samballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır. Biz bugün eyni zamanda beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Yəni bir çox istiqamətlər üzrə bugün apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat, infrastruktur layihələri haqqında da bugün biz danışdıq. Həm şimal-cənub, həm şərq-qərb nəqliyyat dəhlizləri vasitəsilə biz qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə səfərin əminəm ki, çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız Azərbaycanda ilk dəfədir ki, səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, amma məzmun nöqteyi nəzərdən kifayət qədər zəngindir. Bugün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla geri qayıdacaqdır. Bir daha xoş gəlmişsiniz, hörmətli cənab baş katib, sizə və bütün Vyetnamlı yoldaşlarımıza yeni uğurlar arzulayıram, can sağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.